Bir də nə deyəcəydim? Bu dekorlar çox satılır. İndi deyəsiniz ki, məsələn, sizlə mağazində biraz fərq eləyir. Bizlə mağazində fərq eləyə bilməz. Əgər fərq eləyirsə, demək ki, o Kitaydan və yaxud bu Türkiyədən falan gətirilir. Onlarda bunun birincisi nazi ilə yığırlar. Çox nazi. Yəni harasa dəyəndə bir küncə falan əzilir. Yəni o dərəcədə nazi olur. Bir də ki, heç kim, indi mən burada göstərəcəm. Bir dəqiqə. Səbirli olun. Adıydı ha. Heç kim belə yonub, belə düzə çıxartmır. Bəlkə də görəsiniz ki, çox yerlərdə belə svarka qalıb deyən. Uzaqdan biraz çəkim. Belə yerdə svarkalar qalıb. Yaxşı yonulmur, yaxşı işlənmir. O defektlər evə gətirəndən sonra, biraz işlədəndən sonra o defektlər üzə çarpacaq. Və hamı taxtaya şifon vurur. Məsəl üçün var, bax beləsi də var. Bu şifonludur. Yəni hazır dikdir, üstünə vururuq, bunun qırağını bağlayırıq. Bu rəngdir, yəni. Amma indi istəyə görədir. Bu məsəl üçün şifon falan deyil, bu patindir, özümüz çəkirik MDF-in üstünə. Kimsə istəsə şərhə yazsın. Başqa modellərimiz də olacaq, yəni izləməyə davam edin. Daha çox modellər olacaq inşallah. Belə.